Herkese salam kanalıma ve yeni bir vloguma hoş gəlmisiniz. Ümid edirəm hər biriniz yaxşısınız Allahın izni ilə. Mən sorsanız, mən də yaxşıyam. Sizlərin gözəl yorumlarını alıram. Yaxşı olmamaq mümkün deyil. Gününüz xoş keçər inşallah. Siz vlogu izləyəndə düzdür axşam olacaq. İnşallah ki növbəti gününüz xoş keçər. Ümid edirəm ki bu gününüz də xoş keçib. Səhərdən yenə qalxmışam. Sizin üçün vlog başlatmağa çalışıram. Səhər qalxıb kameranı açıb sizlə salamlaşmasam həmən gün vlog çəkilməyəcək, bilirəm yəni. Ona görə də durdum, bismillah dedim bir salamlaşım öncə üz-üzə. Çünki bilirəm ki üz-üzə canlı şəkildə danışıb sizlə salamlaşanda daha çox xoşunuza gəlir. Nəinki bir iş görə sizlə salamlaşmaq. Bu sizə daha səmimi və daha gözəl hiss elətdirir, bilirəm, inanıram. Çünki videonun baxışından və videonun ilk dəqiqədən izlənmə dəqiqəsinə qədər mənə statistikaya gəlir və oradan belə bilirəm ki, bugün üzbəüz görüşmüşəm deyə qızlar sona qədər çox gözəl şəkildə izləyiblər. Belə qızlar, bugün nə edəcəyik? Bugün yemək pişirməyəcəm. Bilirsiniz, dünən pişirmişdim, yeməyimiz var. Şirniyyat da var. Ona görə mətbəxdə belə bir işim yoxdur. Amma təmizlik etmək lazımdır. Mən ümumiyyətcə sizi bilmirəm. Mən həmişə işlərimi elə səhmana salıram ki, məsələn, təmizlik günümü ayrı edirəm və növbəti gün yemək pişirirəm və yaxud şirniyyat pişirirəm və yaxud yeməyimi elə pişirirəm ki, 2 günlük yeməyim olsun. Əgər həyatda işim varsa onları növbəti gün görə bilim. Yəni hər şey planlı şəkildə etməyə çalışıram. Əlbəttə ki, Allah izin verdiyi müddətcə. Belə. Bu gün də o planlı günlərdən biridir. Yemək var, şirniyyat var və keçək təmizliyə. Təmizlik bugün nə olacaq demək? Bildiğimiz toz soranlamaq, silmək, tozları almaq. Bu arada hardasa bir həftə 10 gün öncə dərin təmizlik etmişdim. Onu çəkməmişdim sizə. Mamam gilin evində təmizlik etmədən öncə öz evimdə etmişdim. Yəni düşün ki, şifaner üstlərinə qədər, lustra qədər hər yeri silmişdim. Bir 10 gün olar. Belki də bir 12 gün olar. Ona görə də çox dərin təmizliyə ehtiyac yoxdur. Ümumiyyətcə mənim bir izləyicim bir dəfə yazmışdı ki, Rüya bacı, sən elə təmizləyirsən ki, məncə dərin təmizlik günü ayrı bir gün olmur. O bacım çox gözəl məni diqqətlə izləyib, həqiqətən demək olar ki, nə bilim 10 gündə bir, 15 gündə bir o mebel üstləri, nə bilim lustrlar falan silinir. Yəni qoymuram da çox çirklənsin, çox tozlansın ki, sonra məsəl üçün aylar sonra deyim ki, həmən dərin təmizlik edirəm. Yəni elə təmizliyimi də planlı şəkildə qrup-quraşdırıram ki, ekstra nə bayram təmizliyinə, nə fəsil dəyişkənliyi təmizliyinə falan ehtiyac olmur. Belə qızlar, ya Allah, bismillah deyək, qalxaq işlərimizi görək. Bildiyimiz bütün xanımların gördüyü işlərdən mən də görürəm sizin kimi. Hər gün eyni işlərdir. Ancaq buna da çox şükür. Əsas odur ki, canımız sağ olsun qızlar. Adam biraz xəstələnəndə, acı bir qızdırma olanda, biraz grip olanda ki, hamımız yaşayırıq, mən özümdə də. O ki, ayağa qalxıb bir şorba belə bişirməyə halın olmur. Evdə uşaq ac, ev əhli ac, yəni özünə lazımdır, amma sənə qulluq eləyən yoxdur. O anda deyirsən ki, ya Rəbbim, bundan sonra əsla narazıçılıq eləməyəcəm, naşükürlük eləməyəcəm, sən mənim sağlığımı geri döndər, başlasan dua eləməyə. Ona görə də naşükürlük etməyək. Tək ki iş olsun, tək ki evimizi dağıdan, nə bilim, yəni yemək yeyilsin, yığışdırılsın, yığışdır işləri varsa, demək ki, ev əhli sağlamdır, yeyirlər, içirlər, dağılır, tozlanır, demək ki, yaşam var bu evdə. Bunun üçün də sonsuz həmdsənələr olsun Rəbbimə, hər anımıza, hər günümüzə. Səhəri çarpaydan qalxanda, əgər başımızı qaldırıb öz evimizin tavanını görürüksə gözümüzlə, xəstəxana tavanını görmürüksə və yaxud gecəni xəstəxana küçəsində keçirməmişiksə, sevdiklərimizi orada gözləməmişiksə, demək ki, hər şey qaydasındadır. Buna görə də sonsuz şükürlər olsun. Rəbbimdən bütün məni izləyən xanımlara da güc qüvvət diləyirəm ki, güclü olasınız, sağlam olasınız, sevdiklərinizin qulluğunda dura biləsiniz inşallah. Başlayaq. Demək qızlar, belə bir oyun almışdıq. Bunu əslində bacımın oğlu üçün aldıq. Amma bacım dedi ki, onun oğlunda bunun böyüyü var. Mən də bilmirmişəm. Maşallah, o da hər şeydən alıb oğluna. Yəni oyuncaq mövzusunda adam bilmir ki, ona nə alsın. Ömər ki, elə eləmə, başın yanar, istidir su.
Hə, belə. Ona görə də qaldı burada. Elə bir ki, Ömər üçün də aldıq. Başqa şey aldım sonra onun oğluna. Deməyə maraqlı oyundur. 3 yaş üstüdür. Atası ilə oynayır, mənlə oynayır Ömər. Topu biraz çekil. Top deyil o, daşlardır. Bildim. Biraz atasını tanıyıcı pahtayı. Dört karıfkanım. Malaziyes. Koy oraya, o tarafa koy karıfkanı. Aferin sana. Ay, əhsən sən. Orada altından Tamam, aha. Başladık. Tez. Pargül kimde tez keçdi? Ayda, mən unuttum. 1. Başla. Elə. Ömərə, aferin Ömərə. 3-2 Ömər udur. çok kıstım oldum. Ne çiçeği? Çox tez edirsən, cəldsən Ömər. Ama yemek yedim çok kıstı oldum. Gördünüz bəbələr, yemək lazımdır. Oy, Allah, hoppandı, bu sayılmır. Yox. Buradan keçməlidir. Oyu da. Uyuz. Keçdi. Burada keçdi. Yaxşı, Allah. Ele bakın. Orada. Evet. Güzel. Yes. Aferin Ömer'e. Koy ona. Taşları yık ona. Akırıncısı. Bak onsuz da Ömer olur. Çünkü Ömer'in taşı çoktu. Davay. Davay. Yes. Ömer tuttu. Demeyi anladın içine taş var. Sayak. 1, 2, 3, 4. Bu mamanın. 2, 3, 4. Allah. İnce Ömer saysın taşlarını. 3, 4, 5, 6. 6, 4. Ömer uttu. Başla bakın başına vurdu. 3, 4. Aferin Ömer. Ömer çak mamaya. Çak. 1, 2, 3. Burada da qızlar çayımı, yaşıl çay, limonlu yaşıl çay hazırlamışam özümə. Limon çay. Aha, bu 2 dənə stakan qədər tutur. Elbə ki 1 stəkan, bir də 1 stəkan yarımdan biraz çox elə dəfəli buna doldurmuşam. İçirəm burada yavaş. Özüm üçün yavaş içirəm. Belə biz oyunumuza davam edək. Bir iki dəfə də oynayaq o məşqlə ilə. Sonra ana başlasın işlərini görməyə. Hə Ömər? Oo, hara attın? Evə attın. Çox, biz oynayaq. Gəlirik indi. Qızlar, oğlumla oynadım biraz, uşağın başını qatdım. İndi də özü üçün maşınlarını gətirib onlarla oynayır. Mən də dedim başlayım yavaş-yavaş evi toz soranlamağa. Demək sizi bilmirəm, amma mənə Instagramda da bir də görürsüz sual verirlər. Elə YouTube'da da bir iki dəfə olub ki, belə sual veriblər ki, bəs uşaqla necə ev yığışdırırsınız qızlar? İnanın ki, mən uşaqla banka balon da bağlamışam, uşaqla pəncərə də silirəm, pərdə də tökürəm. Yəni hər şeyi sırayla qaydasına salmaq mümkündür, yetər ki istəyək. Yəni mənim də valideynlərim işləyir, durub hər dəfə ev yığışdıranda kimsə gəlib mənim üçün uşağa baxmır da. Yəni normal olaraq evdə özüm idarə etməliyəm. Hə, evdə məsələn kimsə evində qaynanası, qaynatası varsa bəlkə biraz uşağı oynadarlar. O həqiqətən adamın əlindən tutmuş kimi olar. Amma bizdə mən evdə tək oluram və uşaqla həqiqətən çətin olur, asan da olmur, amma bacarıram çox şükür. Onu da necə bacarıram? Instagramda da bir iki dəfə bir xanımlar sual vermişdi. Mən belə cavab verim ki, məsələn evi silməyi həmişə uşaq yatana saxlayıram. Bugün düzdür onu yatırtmayacağım. Çünki onu yatırtsam həm səhər tez durub, daha doğrusu gec durub Ömər. Bugün biraz bilmirəm nə olmuşdusa yatıb uşaq qalıb. O yatıb deyə mən də yatıb qalmışam səhər. Və ona görə də onu günorta yatırtmayacağam ki, axşam vaxtında yatsın. Yatsa yoxsa axşam yatmayacaq. Ona görə onunla bərabər iş görəcəm. Amma belə normalda Öməri günorta yatırdığında, məsələn, mən birinci evi toz soranlayıram. Daha sonra onu yedizdirirəm, yatsızdırıram günorta və o yatanda, yuxuda olanda həm evləri silirəm, həm tozları alıram, həm özümə məsəl üçün zaman ayırıram.
məsəl üçün saçıma, başıma, üzümə maskası olsun, baxım olsun, bunları eləyirəm. Hamam tualeti sürtürəm. Yəni o yatdığı müddətdə saat yarım ərzində, yəni çox olsun saat yarım yatırdı, artıq o böyük uşaqdır deyə mən bu işləri görürəm. Baxın, belə gedir, gəlir, arada bir öpür, arada bir baxmaq istəyir ki, anam hardadır. Normal olaraq yəni o güvən hissini hiss etmək istəyir. Mən onu başa düşürəm, körpədir o. Saatlarla məndən ayrı qala bilməz. Həm də görür ki, evdə səs gəlir, gecə gəlir ki, baxın görüm anam nə edir. Belə arada bir ona da iş tapşırıram, deyirəm məsələn bunu tut, bunu ora apar, belə işlərdə iş görə tapşırıram ki, o da məsuliyyəti öyrənsin, o da iş görməyi bilsin ki, məsələn dağıtdığını yığmaq, yığışdırmaq nə deməkdir. Yavaş-yavaş sağ olsun, o da mənə köməklər eləyir. Qızlar gəldim, mopumu da götürdüm. Demək, dəyişdim bunu. Keçən səfər vlogda sizə göstərdim, təzə başlıq aldım ona. Bir də bu arada bu ABC-nin Arab sabununu şəklini çəkin, saxlayın telefonunuzda. Bir çox marketlərdə olur. Başqa ABC olmasın, başqa firmalarında olur Arab sabunu. Maye halda. Bax bundan bitkisəldir, yəni ki, bitkisəl bir maddədir. Heç bir zərəri yoxdur, uşaqlı evlərdə də istifadə edə bilərsiniz. Və bu boya və koruyucu içərməz yazılıb içində. Həqiqətən də elədir. Yəni əlini toxunanda görürsünüz ki, əli belə, yəni necə deyim, qıcıqlandırmır, belə deyim. Demək, bütün mebel üstlərində bundan təmizləyə bilərsiniz. Amma məsələn mənim mebelimin bax görürsünüz bu hissəsi qəhvəyi rəngdir. Əgər qəhvəyi rəngdə hissəsi olan mebelin üstünü siləcəksinizsə bundan çox cüzi. Bax qapağı görürsünüz bu boydadır. Bir az, yəni balaca bir tazika əlavə edib suya bezinizi onda yuyub qəşəng mebellərinizi silə bilərsiniz. Evdən möhtəşəm, təmiz, fərah bir qoxu gəlir. Və yumşaq dəstlərinizin üstünü ondan təmizləyici bezlərlə silə bilərsiniz. Və yalnız belə mebel rəngi olan hissələri gərək bir dəfə də təmiz bezlə, yəni sabunsuz bezlə durulayasınız, sonra qurulayasınız. Çünki mebel rəngi olan materialda iz buraxır. Amma məsələn belə ağ qapını bununla yuduz, möhtəşəm. Durulamağa ehtiyac yoxdur. Sadəcə qurulasaz kifayət eləyir. Belə. Yəni ağ-bağ eləyir, çox gözəl. Heç bir kimyəvi maddə istifadə etməyə evdə ehtiyac qalmır. Mən də bu nüansa diqqət edirəm. Çünki məndə də evdə körpə uşağı var. Ona görə elə özümüz üçün də körpə heç olmasa da özümüz üçün də. Zaten bilirsiniz həyatımıza kimyasal maddələr girəndən, belə kimyəvi maddələr girəndən xəstəliklərin başı alıb gedir. Adı var ki, yağ çözücülər, nə bilim təmizlik vasitələri falan. Hər şey möhtəşəmdir, hər şey var. Amma xəstəliklər də artır, canımızdan canımızdan uzaq. Ona görə də çox diqqət eləyin. Çox ehtiyatlı olun. Yəni əlinizdə bir balaca bir çat olsa və o təmizlik vasitələri, o çat vasitəsilə sizin dəri altı, yəni dəri vasitəsilə qanınıza qədər yəni keçə bilər. Çox ehtiyatlı olun və belə təbii məhsullardan istifadə eləyin. Bax belə bu qapağı bunun böyüklüyünü sizə göstərim. Çox ehtiyac yoxdur əlavə eləməyə. Bu qapağın yarısı qədər əlavə edirəm. Yarımçıq bax belə suyuma, isə suyu da göstərəcəm. Eynən ağ sabun necə suya qatsaz və yaxud da ki ağ sabunla hansısa bir geyimimizi yuyanda su necə belə ağ belə bulanıq bir rəng alır. Bax elə bir rəng alır. Gəlin sizə göstərim. Baxın, gördünüz? Gördünüz? Belə sabun kimi rəng alır. Çünki zaten bu sabundur. Bu türklərin Türklərdə vlogger qızlarda görmüşdüm. Daha doğrusu YouTuber bir xanımda görmüşdüm. Ondan sonra evdən heç əski etmirəm. Möhtəşəmdir həqiqətən qızlar. Şimdi bu moplar da təzə olanda bu mopu qəşəng sıxmaq lazımdır. Çünki sulu saxlaya bilər. İlk istifadədən sonra yaxşı olur. Pambıq kimidir çünki ucu səsi. Belə. Başlayaq. Bilirəm ki, deyəcəksiniz mənə bayaq görüntüdə özüm də səsləndirə fikir verirəm ki, orada düşüb ki, şifanerin içinə qoyuram toz soğanı. Qızlar o Ömərin şifanerində aşağı gözdə boş yer var və mən həm böyük toz soğanımı ora yerləşdirmişəm, həm də bu balaca mini əldə
əliyən toz soğanını ora yerləşdirirəm ki, ortalıqda əşya və yaxud da ki, qapı dalında əşya olsun. Adətən analarımızda necə görmüşük, qapı dalında olub da daha çox toz soğanın yeri həmişə heç xoşlamıram. Yəni evdə də başqa bir yer olmadığı üçün, kaldovka kimi bir yer və yaxud çamaşırxana kimi bir yerim olmadığı üçün məcbur o dolaba qoyuram. Belə bir, yəni orada yer var, ora qoyuram. Belə. Yəni bu arada onu da deyim ki, hər dəfə indi burada düşməyib təmizləyirəm altın toz soğanın, sonra ora yerləşdirirəm. Bir də onu da qeyd edim ki, bilirəm bir dəfə hətta bir izləyicim sual vermişdi YouTube-da, ona cavab vermişdim və mənə geri dönüş, gözəl bir geri dönüş etmişdi ki, Gülbə bacı çox sağ ol, sən deyər kimi etdim, artıq pollarımda ləkə qalmadı. Qızlar, əgər polunuzda ləkə qalırsa, ən çox bu laminata aiddir. Məndə də laminatdır. Çox vaxt bizim laminata görənlər elə bilir ki, parketdir, amma parket deyil, laminatdır. Bizim də laminatda əgər düzgün qaydada silməsən, əlbəttə ki, iz qalar. Demək, qaynar isti su ilə ilk öncə onu deyim ki, pollarınızı silin və polu silərkən mütləq o laminatın düzülüş qaydasına, istiqamətinə doğru silin. Məsələn, mənim koridorumda laminat uzunladır da. Mən uzunluğa doğru silirəm. Yəni sağ-sol etmirəm. Yuxarıdan aşağıya doğru silirəm. Sağ-sol etsəm, o zaman ləkə qalacaq. Eyni qaydada yataq otağında. Məsələn, o da uzunladır. Onu da uzunluğa silirəm. Hansı hissədə yanadırsa laminat, o hissədə yana doğru. Məsələn, görürsünüz orada koridorum yarımçıq yana doğru idi. O hissə artıq üzümü çöndərirəm, yana doğru silirəm. O zaman heç bir ləkə qalmır qızlar. Bu da məndən sizə bir bacı məsləhəti. Demək, qızlar, gətirdim təmizlik bezlərimi. Bununla yaşayacağım, bundan da qurudacağım. Demək, yeni bezlərin hamısı yeniləmişəm. Bundan baxın, biraz belə əlavə edəcəm suya və mebellərimi, güzgülərimi, nə bilim, bu yumuşaq dəstlərimi, hər şey təmizləyə bilərsiniz. Bu arada mən bu yumuşaq dəstlərimi bugün əllə yox, aparatla inşallah növbəti vlogda təmizləyəcəm, amma bugün yox. Bugün yox, çünki Ömər bugün imkan vermir mənə. Mən o aparatı çıxardım. Çıxarsam bilirəm ki, yaxşı şeylər olmayacaq. Doymayacaq işləyim. Elə, başlayaq, qəşəng mebelin tozlarını alaq. Qızlar, keçdim qapıları silməyə. Mən sizə bütün qapıların əlbəttə ki, silinməsini göstərməyəcəm. Sonra kameranı dayandırıb bütün qapıları silirəm. Çünki elə rahat deyil. Yəni hər dəfə kameranın yerini dəyişmək, eləmək vaxt daha da uzanır, işim uzanır. Bir də qapının yuxarı hissəsini qəşəng rahat stolun üstə qalxıb silirəm. Sizin yanınızda, yəni siz görə kamerada bunu silmirəm. Çünki gözəl görüntü oldu. Stolun üstünə çıxıb hündürdən
silmək falan bu gözəl bir görüntü olmur. İndi sizə baxın, ağ qapılarda belə baxırsan, nə ləkə yoxdur mənim qapımda, nə bir şey, amma baxın Arab sabunu necə ağ demək qapının üzərindəki tozu belə çıxardır. Hələ 10 gün öncə sildiyim qapıdır. Xüsusən bu ara kəsmələrdə toz yığılır da istər-istəməz. Bir də ki, məsələn, hələ Ömər əlini şirə eləsin, ya nəsə yesin, əlini getsin, sürtsün, belə bir şey, yəni yoxdur da Ömərin. Yedisə əllərini belə saxlayır havada ki, amma əllərimizi yuyaq. Yəni heç çox əlini içəri sürtməz, amma onunla bərabər baxın Arab sabunu necə gözəl bütün qapının qara-qara çirkini çıxartdı. Çünki istər-istəməz tozlu olur. Paltar dəyişirik, pastel səririk, açırıq. Bu hamısı tozlu. Gün ərzində nə qədər silirsən, axşam silirsən, səhər yenə toz olur. Belə qəşəng təmizləyirəm, ürəyim açılır, inanırsınız. İnanıram ki, siz də videoya baxanda ürəyiniz açılacaq. Demək oldu gül kimi qəşəng. Digər qapılarda təmizlədim. Sadəcə birini göstərdim sizə, çünki çox yorulmayasınız deyə. Baxın, bunlara qədər silə bilərsiniz ondan. Bu tok yerlərinə qədər silə bilərsiniz. Mütləq, amma belə karışımı yerləri duruluyun. Təzədən üstünə bir dənə də sabunsuz bir su ilə duruluyun, yoxsa belə iz qala bilər. Belə, amma ağ qapılarda ehtiyac yoxdur durulamağa. Sadəcə qurutmaq, yaxşı bir bezlə qurudun, kifayətdir. Belə, çox gözəl, tərtəmiz evdən qoxu. Qızlar, şüşələrimi də sildim. Aksesuarlarımı yerləşdirim. Bacınız buradadır. Bitmiş vəziyyətdəyəm. Siz hələ çox cüzi bir hissəsini izləyirsiniz. Yəni, mən qısa-qısa göstərirəm də sizə. Amma gəl oğlum. Amma mən uzun iş görmüşəm axı. Ona görə artıq bitmiş vəziyyətdəyim qızlar. Ömər, sənə sürpriz eləyim. İstəyirsən? Bilirsən nə sürprizi? Nə sürprizi? Sürpriz. Sən deyirən ki, anaya evdən qəşəng ətir gəlir, qoxu gəlir. Çiçək qoxusu gəlir evdən. Yaxşı. İndi qoy ana aksesuarları yerləşdirsin. Sonra... Hə, yudum. Gedək Ömərə sürpriz eləyək. Hə, Ömər? Gedək. Getdi. Ömer, gözlerimi yum. Gözlerimi yum. Kızlar, demek dünenki pirogda pişirdiğim ama yememişik Ömer'le, çünkü geceydi. İstemedim uşaq gece vaxtı şirniyyat yesin. Elə yalandan dedim ki Ömer olmaz. Soyumalıdı, ona göre elə yatdı sonra uşaq. İndi ona söz vermiştim ki səhər sən şam üfləyəcəksən, tort üfləyəcəksən. Və gözləri yumusan Ömer. Otur qəşəng. Öz-özlə əyləncəliyəm balam. Düz otur qəşəng, düz otur. Xalalarla qəşəng şam üfləyək. Üfləyək balamın tortunu. Aha. Ay Allah, qonşu eləyəcək özünə şərait qurur da, bu uşaq belədir. Kızlar, əsas ev təmiz oldu. Ülviyə daha canı rahatdır. Hə, yaxşı, sakit deyən qoy Happy Birthday qoşun. Amma Happy Birthday burada səsləndirə bilməyəcəm. Çünki mənə telif haqqı gəlir. Basım alıdır. Az xotda qoyun. Hə? Az xotda qoyun. Yes, az. Buradan diyor. Happy Birthday.
Ömer'in happy birthday'sidir. Ömer sen neçə yaşın olacaq? 4? Kestim. 4 yaş olacaq Ömərin. Gördüyünüz kimi Ömər əl çəkmir ki, mütləq şam üfləməliyik. O elə bilir ki, hər dəfə tort bişəndə ad günüdür. Mən də onun sevincini yarım saxlamıram. Deyirəm, qoy sevinsin balam. Belə gəldim mətbəxə, indi qəşəng bir balaca belə dilim biraz kəsim uşağa verim. Özüm bu arada yeməyəcəm. Diqqət edirəm. Çünki mənim bilirsiniz tiroid vəzi hormonum var. Ona görə də biraz yeməyimə diqqət etməsəm çəkim artır. O yüzden yeməyəcəm şirniyyat, ancaq Ömər yeyəcək. Dadlıdır Ömər. Yok. Bəbələrə də versinlər, dadlıdır. Ömər də yeyir, hə? Böyle pasta istiyorlar. Bəbələr pasta istəyirlər, anaları, hə? Pişirsinlər mamalar. Siz deyin pişirək də, hə Ömər? Desinlər ki, ana pasta istəyirəm, anası da pişirsin, düzdür? Ben ama çıkar. Yaxşı, onda bir dənə sonda denən bir sağolaşaq, denən ki, sağ olun. Sağ olun, abunə olun. Abone de çıkmayın. Abonelikdən çıxmayın, like eləyin. Sona qədər videolarımızı izləyib yorum yazın, hə Ömər? Sağ olun, hələlik.